Mağaza bağlandığı üçün fantastik dərəcədə aşağı qiyməti qoyublar. Atatürk prospektində məşhur Giotelli mağazası bağlanır. Həm kişi geyimləri, həm qadın geyimləri mayasından aşağı satılır. Bütün kostyumlara tək qiymət qoyublar. Hazırda 125 manatdır. Bütün pencəklər 95 manatdır. Bəylik 495 manata satılıb. Amma indi 125 manat. Mağazada bütün donlar 500-600 manatdan düşüb 75'ə. 100% yundur, İtalyan parçasındandır. Parçanın markası burada üstündə yazılıb. Fikir ver. Made in Italy. 295 manat öz qiyməti olub, amma indi 95 manatdır. Bu dəstin satış qiyməti 800 manat olub, amma indi 135 manatdır. Fikir ver. Perspektiv, Hotiç, Elli markalarından məhsullar var burada. Bir dənə, iki dənə məhsul qalmayıb da. Yəni çeşid çoxdur. 300 manata, 500 manata, 700 manata olan qiymətlər yoxdur indi. 225 manata satılıb. Amma indi 50 manatdır. Yəni Giotelli tarixində belə qiymət olmayıb. 50 manat qoyublar. Tək qiymət. Bütün şalvarlara. Pololar, tişörtlər 175 manatdan yuxarı satılıb. Amma indi 40 manatdır cəmi. Giotellinin öz ayaqqabısıdır. 395 manat öz qiymətidir. Satış qiyməti. 75'ə satırlar indi. Kəmərlər 25, qalstuklar 15 manat. 155 manata satılan köynəklərdir. İndi 45 manata qoyublar. Uydo. Bunun satış qiyməti 1400 manat olub. İndi 190 manat. Yəni buna 1400 manat verən adam indi şokdadır. Bu plaj 700 manatdan 75 manata düşüb. Ölçülər məhduddur, mağazada ayın sonu bağlanır. Ona görə də bütün məhsullar mayasından aşağı satılır. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.